tanıdım səni bir layihə var idi əvvələ yarışma. O gedirdim rayona. Mən də o kraskanı rastvaritellə mənim üzümü sildilər. Nə edirəm ay Allah, mən bu bədənimə, bu dərimə zülm etmişəm də. Rastvaritellə sildilər mənim üzümü. Üzüm elə bir yandırırdı da. Mən elə mindim, getdim tədbirə. Təsəvvür edirsiniz ki, yəni doğrudan da bu ancaq insan belə sənəsinin bu dərəcədə necə elə bilirlər ki, Elza Seyidcahan olmaq asandır. Asanlıqla olmuyor. Adam sizin rasvaritellə silib. Bəli. Maşın kraskası olmuşlar. Bəlkə də biri mənə spişka vursaydı, mən orada o tutub yanardım. Bunu kremlə eləyərdilər. Məni rasvaritellə, südlə də eləyirlər, südlə də təmizləyirlər. Yaxşı ki, mənim üzüm zadım yanmamışdı. Valla. Bax, bu şahid Pərviz Mirzəyev, stilist. Dedi, Elza xanım, mən daha sözüm yoxdur sizə. Necə bunu eləmək olardı? Amma sizə bir şeydir, risk də eləməyin. Bəzi şeylər var ki, riskini eləməyin. Çünki cildimizə dəyən ziyan ağrısını 50-dən sonra çəkirik. Oralar keçməmiş. Bu qoyun qığını da yəqin bu qurudacaq, bunu laklayacaq. Yəni, bu da yəqin ki, bunun qoxusu götürüləcək də buna. Qurudandan sonra qoxu gedir axı. Bu da hazır. Onda o deyil axı, nə edirəm ki? Mən onu svej istəyirdim. Doğrudan. O svej, ya o svej olmalıdır. Ya da o deyil ki. Tam o effekti almayandan sonra nə edirəm mən onu. Ay Allah. Yaxşı. Onda deyərəm bir Amma sizə deyim, o olsa, Azərbaycan show biznesi, Azərbaycan saytları yox, dünya saytları yazılsa. O artıq oldu, həyata keçdi. Azərbaycanın Lady Gagası, yox, Azərbaycanın Elzası. Lady Gagası. O qurudulması, bir var gündə qurudulsun, bir də var ki, peçdə qurudulsun. Peçdə qurudulsun. Amma ürəyə dağıldı. İlkin çağırarsan. İlkin hələ biriniz də var dəsən bizim. Yox, biz bir yerdə şovlarımız olub. Yox, ilkin, zarafasız deyirəm, ilkin. Belki o işiniz olsaydı, yox idi. Mən sizə bir şeydir. Yox, mən düzün deyim, dəridən başlasaydıq daha yaxşı olardı, qoyunun dərisi. Dəri də olacaq da, dərinin üstündə onlar olacaqlar.